Dostlar, salam aleykum. Deməli, hal-hazırda mən Qas kəndinə gedirəm. Qalala gəlmişdik dostum. Əzizlə bir yerdə. Gedirik hal-hazırda Qasa. Qasa niyə gedirik? Məhəmməd dayının yanına. Məhəmməd dayıya mənim verəcəyim şəkil budur. Bax bu şəkil. Pah pah pah. Assalamu aleykum. Oy aleyküm. Görürsən? Qardaş neyəsən? Ne Sağ var, ol. ne yok? Şükür Allah. Sen necəsən? İşin, gücün. Yava Hoş yava. gelmişsiniz, hoş gelmişsiniz. Güzelsin. Sağ ol. Bu mən sana dediyim şəkil. Oo, Oldu mu? Maşallah, maşallah, maşallah. Bir dənə sağa qaldı mən, bir dənə it gətirmək küçük. Aha. Onu da söz verdilər. Hələkilik gətirib çatdırmayıblar mənə. 2-3 günə gələcəm yenə. Ondan sonra gətirəcəm, yaxşı? Lab yaxşı ola, lab yaxşı. Onu qəşəng evdən bir yerdən asarsan. Ay Ay Məhəmməd dayı, səndən bir söz istəyirlər. Sənin videoya baxıb çox bəyəniblər videonu. Sağ Allah can sağlığı versin deyirlər o izləyicilər ki, sən bu kəndə nəfəs verirsən, getmirsən buradan. İnşallah çox adam bu işıq problemi də sənin müzakirə eləyir hal-hazırda buradakı. Bu kənddəki işıq məsələsini çox müzakirəsi gedir. Bəlkə də artıq Azər İşığın xəbəri var bu mövzudan. İzləyicilərə nə demək istəyirsən? İzləyicilərə mən minnətdaram qardaş. Birinci sizə. Sağ ol, Allah razı olsun. Birinci sizə, ondan sonra da burada mən tək qalmağıma, tək oturmağıma, bu kəndin, başlı deməklər ki, mən burada boya başa çatmışam. Ata yurdu, ana vətəndir. İndi bu tək buraxmaq olarmı? Nə qədər olsa da, necə olsa da, qar olsa da, boran olsa da yenə ana vətəndir. Bəli, bəli, bəli. Ana yurdu, ata yurdu.